Herkese salam dostlar, ben Alxan. Yetmeyen bir video ile karşınızdayım. Video keçməzdən əvvəl videomu bəyənib kanala abunə olmağı unutmayın. Bugünkü videomuz diğer videolardan, başlıqda da gördüğünüz kimi diğer videolardan çox fərqlidir. Bugün özünüzü əvvəlki halınızdan bir həftə içərisində 30-40% daha güclü bir hala gətirəcək. O iki taktiki sizə deyəcəm. Bu taktikləri etdikdən sonra bir həftə içərisində əvvəlki halınızdan 30-40% daha güclü olasınız. Birinci olarak tabii ki bilirik ki VS atırıq. Hər hansısa bir dostumuzdan o da qururuq VS atırıq. Yox, dostumuz yoxdursa bayraq atırıq. Bayraqdan gələn random insanlar ilə VS atırıq. Yox, ola kartınızda yoxdursa, yəqin ki görürsünüz bayraqlarda bilirsiniz ki, yəqin həddindən artıq bax 1, 2, həddindən artıq çox ola kartları var. Gelib hər hansısa biri ilə VS atabilirsiniz. Bu tabii ki sizin TDM'də becerilerinizi geliştirir. Erangel'də isə becerilerinizi geliştirmək üçün WoW-larda baxın 1 vs 1'lər. Baxın məsələn 1, 2, 1 vs 1'lər, 2 vs 2'lər duolarınızda girib özünüzü Erangel'də biraz daha geliştirə bilərsiniz. İkinci taktik rush oynamaq. Yəqin görürsünüz ki, məşhur youtuberlər, məşhur yayıncılar həmişə nə edir? Rush oynayır. Niyə? Çünki rush oynadıqda sizin səhvləriniz ortaya çıxır. Bunu eləməlisiniz, onu qoymalısınız, bunu belə edəməlisiniz, onu eləməməlisiniz. Bu səhvləriniz sizin qarşınıza çıxır və gələn oyun bu səhvlərinizi az da olsa düzəltməyə çalışırsınız. Buna görə də rush oynamalısınız. Rush oynadıqda becəriləriniz 20-30% gəlişir. Bonus olaraq da bunu deyim ki, çalışdığınız qədər Vikendi olsun, Miramar olsun, Karaken olsun. Tabii ki belə canlanma olmayan modlarda oynasanız Nusa, daha çox ən azından Erangel, Livik kimi modlara daha çox sözü gəlişdirə bilərsiniz bunları oynadıqda. Çünki bunlarda açıq yerlər çoxdur və adamlar da tabii ki sıx olur. Çatışmalar daha yaxşı və daha əlverişlidir. Bəli dostlar, bir videonun daha sonuna gəldik. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.